Lillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Ala nebiyina Muhammed ve ala alihi ve sahbi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabıların üzerine olsun. Uca Allah Teala bizleri her zaman xeyir işlere müvəffəq eylesin. Allah Teala Ramazandan sonra da bizleri her zaman inayəti altına alsın, dualarımızı kabul eləsin, sıxıntılarımızı aradan qaldırsın. Amin. Bakın güzel bir fayda ilə başlayayım. İnşallah bir neçə gözəl faydalara başlayacağız. Sualları xahiş elədim, saxlayın deyə TikTokda. Dinləmirsiniz. Söhbət əsnasında məşğul edirsiniz məni. Mən də sualları, yəni şərhləri blok eləmək istəmirəm. Dərsdən sonra sual soruşarsınız. Bakın güzel bir söz deyir ki, Allah da Kur'an-ı Kerim'de buyuruyor ki Allah'ın size verdiği nimetleri yada salın. Vazkuru ni'metallah aleykum. Allah'ın sizlere verdiği nimetleri yada salın. Ne demeydi bu ayet? Buyurur alimlerden birisi Es-Sa'di tefsirinde, bu ayet ne demeydi? Nimetleri yada salmak, insanı şükretmeye yöneldir. Her zaman Allah'ın nimetlerini yada sal. İkinci, Allah'a daha çok sevdirmeye sebep olur. Her zaman hatırla ki Allah Teala sana ne kadar nimetler verir. Üçüncü, kalbi Allah'ın yaxşılıkları ile doldurur. Dördüncü, insan özünü beğenmekten uzaklaştırar. Yani öz nefsini beğenmekten uzaklaştırar. Beşinci, Allah'ın daha çok yaxşılıq etmesine sebep olur. Yani altın daha çok nimetler almasına sebep olur. Ona göre her zaman nimetleri yada sal. Allah Teala sana ne kadar nimetler verip, nimetleri yada salsan davamı ne değil? Geleceği həmçinin. Bakın güzel bir fayda. İbn-i Qeym buyurur ki, Allah'a şerik koşmak, yani deyil ki Allah'a şerik koşmak, yani Allah'tan başka qəbirdən, daşdan, ağacdan istəmək. Allah'a şerik koşmak, təkəbbürlük, Peygamberin getirdiği haktan üz çevirmək, Allah'a yad etməkdən gafil olmaq ve onun hakkını yerine yetirmemek, bunlar cehennemin açarıdır. Allah korusun. Yani Allah'a şerik koşmaq, təkəbbürlük, Peygamberin buyruqlarından haktan üz çevirmək, gafillik, bunlar da cehennem açarlardır. İnsan yani özünü korumalıdır. Her zaman Allah'a ibadet etmelidir. Bakın güzel bir fayda. Her birimizin sıkıntısı var, problemi var, derdi var. Gör ne güzel fayda. Deyik, eğer insan ihtiyacını yaradan Allah'a söyleyer, günahlarına göre ondan bağışlanma istəyərsə, yani sıkıntın var, birinci onu Allah ərz elə. Allah'tan başkalarına değil, birbaşa Allah'a ərz elə. Günahların var, bağışlanma dile, yani her zaman ihtiyacını Allah'a söylüyor, günahlarına göre bağışlanma dileyerse, Allah onu gücləndirər, yardım eder, doğru yola yönelder. Yoksulluğunu aradan kaldırar, ihtiyaclarını ödeyer, özüne yakınlaştırar ve onu sever. Ama insan ihtiyacını başka bir insana dese, yani başına sıkıntı gelen kimi deyir ki filan kes var da, birinci Allah'a insan üst tutmalıdır. O insan onu küçük görer, değersiz sayar, sonra da ondan üst çevirer. Böyle olan halda insan hem dünyasını hem de ahiretini uduzar. Hatta isteğinin bir kısmı olsa bile. Yani sıkıntın varsa Allah'a erz ele birinci. Allah'a yalvar. Subhanallah. Bakın ne güzel bir fayda. Değil ki İbn-i Qeym, miftah kulli hayr. Bütün hayırların açarı nedir? Er-rağbatu fillah ve dar-el-ahire. Allah'a rəğbət bəsləmək və ahirətə yönəlmək. Yəni Allah üçün çalışma və ahirətə rəğbət bəsləmək ki, ahirət üçün bugün hansı əməl etdim mən? Bu bütün xeyirlərin deyir, açarıdır deyir. La ilahe illallah. Bax, bütün xeyirlərin açarıdır. Bəzən də çox soruşurlar ki, niye vəsvəsə gəlir insana və ya bəzən insanda vəsvəsə olur? Baxın, gözəl bir fayda. Deyir, ne kadar ki xeyir istəyirsən, vəsvəsə artar. Çünkü neye göre? Şeytan çalışır ki, seni vəsvəsə ilə Allah yolundan uzaklaştırsın. Şeytanın işi budur. Vəsvəsə, Allah'ı zikretmeye veya başka bir ibadete yönelen her bir insana mütləq gəlir. Vəsvəsə, yani şeytan vəsvəsə gətirir, qorxu, bəzən ümitsizlik. Bu kaçılmazdır. Ona göre de bəndə səbirli ve davamlı olmalıdır. Zikrindən, namazından vaz keçməməlidir. Bezib yorulmamalıdır.
Çünki daim ibadətdə qaldıqca şeytanın hiləsi puç olacaq. Allah buyurur, şeytanın hiləsi həqiqətən zəifdir. Yəni, insan qəlbini Allaha yönəltmək istədikcə şeytan onu bu yoldan döndərmək üçün vəsvəsələr gətirər. Əməlin qəbul olmaz, sıxıntı, qəm, kədər. Şeytan yol kəsən oğru kimidir. Bəndə Allah yolunda irəlilədikcə şeytan onun qarşısını almaq istəyir. Amma sən nə etməlisən? Səbirli olmalısan və davamlı olmalısan. Subhanallah. Bəzən soruşur ki, axı mən namaz qılıram, niyə vəsvəsə gəlir? Ola bilər, vəsvəsə gələcək. Amma sən nə etməlisən? Səbirli olmalısan. Bu yolda davamlı olmalısan. Şeytan düşmənimizdir. Baxın, gözəl bir fayda. Allah da Quran-ı Kərimdə Nuh əleyhissalamı o şükr edən bir bəndə idi. Abdən şəkuran adlandırdı. Şükr edən bir bəndə. İsra surəsi 3-cü ayə. Bu ayənin təfsirində sahabələrdən bir nəfər buyurur ki, Sə'd ibn Məsud deyir ki, Əs-Səqafi. Nuh ona görə şükr edən bəndə adlandırıldı ki, o hər dəfə yemək yeyəndə, su içəndə və ya paltar geyinəndə Allah həmd edərdi. Deyər ki, Elhamdülillah və ya deyər ki, Allah həmd olsun. Ona görə Allah onu şükr edən qul adlandırır. Yəni, yemək yiyirsən, su içirsən, paltar giyinirsən, bir nemət, miniyinə, avtomobilinə minirsən, deyən Allahım sənə həmd olsun. Baxın, nəyə görə? Çünki bu nemətləri sən düşündükcə, etdikcə Allah Teala daha da sənə nə edəcək? Çoxunu artıracaq. İnsan gərək Allahın nemətlərini unutmasın. Baxın, deyir ki, Allaha gözəl zənn edin. Allah haqqında gözəl düşünün. Nə deməkdir gözəl zənn? Allah haqqında gözəl düşünmək. Tabinlərdən, yəni sahabələrin dövrünü yaşamış tabinlərdən birisi deyir ki, Bilal ibn Sə'd, sizin bir Rəbbiniz var ki, cəza verməyə tələsməz. Sürüşənləri, yəni ayağı büdrəyənləri bağışlayar. Tövbəni qəbul edər. Ona yönələnləri qəbul edər. Ondan uzaqlaşanlara da mərhəmət edər, tövbə etməsini gözləyər. Gözəl zənn bu deməkdir. La ilahe. Yəni bizim Rəbbimiz bax belədir. Həmd olsun Rəbbimizə. İnsan hər zaman belə olmalıdır. Baxın, deyir ki, Həsbunallah və ni'məl vəkil. Bizə Allah yetər, o nə gözəl vəkildir. Yəni arxalandığımız. İbn Cəzi deyir ki, alimlərdən birisi, bu söz insanı qorxu və narahatlıqdan qoruyan bir zikirdir. İbrahim Peyğəmbər bu duanı od içində ateşə atıldıqda söyləmişdi. Həsbunallah, yəni bizə təkcə Allah yetər. Başqasından qorxmuruq. Və ni'məl vəkil, yəni Allaha təvəkkül ediləcək ən gözəl, ən etibarlı varlıq kimdir? Uca Allah. Bir dinləyicim soruşmuş ki, qorxu var. Yəni, həsbunallah və ni'məl vəkil. Dilindən düşünmə. Həsbunallah və ni'məl vəkil. Qorxuların aradan nə deyir? Qalxması üçün. Hər zaman dilindən düşürmür. Baxın, gözəl bir fayda bir dinləyicimiz soruşmuş ki, əsr namazı haqqında, əsr namazını vaxtında qılmaq. Baxın, nə deyir? Əsr namazı sənin məşğul olduğun hər şeydən daha önəmlidir, onu qoruyun. Yəni, vaxtında qılın. Burayd ibn Hüseyb radiyallahu rivayət edir ki, Peyğəmbərimiz buyurdu sallallahu aleyhi və səlləm. Kim əsr namazını tərk edərsə, onun əməlləri puç olar. Yəni, bilə-bilə əsr namazını keçirərsə, əməlləri puç olar. İbn Teymiyyə bunu necə izah edir? Əsr namazını vaxtında qılmamaq digər namazlardan daha böyük itkidir. Çünki bu, Quranda xüsusilə qorumağımız əmr olunan orta namazdır. Bizdən əvvəlki ümmətlərə də vacib edilmişdi. Amma onlar onu tərk etdilər. Qorumadılar. Çünki əsr namazını çoxları görsən ki, vaxtında qıla bilmir. Əsr namazını insan vaxtında qılmalıdır. Əsr namazı hər şeydən üstündür. Bizi məşğul edəcək bütün dünyadan üstündür. Nə gözəl bir nədir? Fayda. Baxın, həmçinin Allaha təvəkkül xəstəliklərə şəfadır. Bəzən görsən ki, xəstəliklər yayılır və ya xəstəliyi var, insan qorxuya düşür. Qorxma. Təvəkkül nə deməkdir? Qəlbini Allaha bağlamaq. Rəbbim güclüdür, hər şey qadirdir. Ol deyər, olar. Təvəkkül bu deməkdir. Baxın, nə deyir alimlərdən İbn Muflih? Bil ki, qəlbin əməlləri xüsusilə də Allaha təvəkkül və ona arxalanmaq. Bu qəlbi əməldir.
Hər kəs dillə deyə bilər, mən Allaha təvəkkül etdim. Amma qəlbi nə deyir? Yəni qəlb yəqinliklə inanır ki, Rəbb onu qoruyacaq, Rəbb onun istəyini verəcək, Rəbb onun dualarını qəbul edəcək. Təvəkkül bu deməkdir. Baxın, bil ki, qəlbin əməlləri xüsusilə də Allaha təvəkkül və ona arxalanmaq elə bir şəfa verir ki, başqa heç nə bu qədər təsirli olmur. Çünki insanın qəlbi güclənir və bədəni də güc tapır. Çünki insanın qəlbi güclənir və bədəni də güc tapır. Yəni xəstəlikdən şəfa tapmaq üçün nədir? Təvəkkül. Bədən və ruh gücləndikdə xəstəliklər mübarizə aparmaq asanlaşır. Və bu da xəstəliyin tamamilə aradan qalxmasına səbəb olur. Bu məlumdur, sınanmışdır, məşhurdur. Bunu ancaq cahillər və Allahdan uzaq olan inkar edə bilər. La ilahə illallah. Baxın, təvəkkül bu deməkdir. Qəlbən Allaha bağlı olmaq. Rövşən Rəsulov yazdığın bildiyi də saxlayır. Dedi, axı dərs gedir. Elə yazırsınız. Dərs əsasında mane olmayın da, suallar dərsdən sonra. Yəni, insan Allah təvəkküllə ən ağır xəstəlikdən, xərçəng xəstəliyi olsun, bütün xəstəlikdən şəfa tapa bilər. Əgər qəlbən ona inanırsa, Allaha təvəkkül edirsə, Allaha sığınırsa, Allaha arxalanırsa, la ilahə illallah. Hətta dərman da sənin təvəkkülün güclü olanda dərman da fayda verir. Həkim də fayda verir. Sənin təvəkkülün, Allaha təvəkkülün güclü olanda. Baxın, deyir ki, zərər və çətinliklərin dərmanı. Nə deməkdir o? Zərər və çətinliklərin dərmanı. Gözəl bir söz. Buyurur alimlərdən birisi. Günahlar zərərin və bəlanın səbəbidir. Yəni, başımıza gələn günahlar nədir? Başımıza gələn bəlalar nədir? Zərər günahımıza görə. Bağışlanma istəmək, yəni əstəğfirullah isə bu səbəbləri yox edir. La ilahə illallah. Çünki altına buyurur Quran-ı Kərimdə, Ənfal surəsində. Sən aralarında olduğun müddətcə Allah onlara əzab verməz. Yəni, Peyğəmbərimiz olduğu müddətcə əzab verməz. Peyğəmbərimiz yoxdur aramızda. Nədir? Onlar bağışlama istədikcə Allah onlara əzab verməz. Yəni, sən nə qədər bağışlama diləsən, Allah neyniyər? Əzab verməz. Ona görə nədir? Dilindən düşürmə. Əstəğfurullah sözünü dilindən nədir? Düşürmə. Baxın, gözəl bir fayda. Xeyir qapılarından hansını bacarırsansa, ona davam et. Gözəl bir fayda. Xeyir qapıları çoxdur. Bəzi insan görürsən ki, müstəhəb orucu davamlı tuta bilir. Bəzi insan gecə namazı, bəzi daha çox Quran oxuyur, bəzi sədəqə verir az da olsa, bəzi daha çox zikr edir. Bəziləri görürsən ki, müstəhəb namazlarını çox qılır. Hər insan eyni ola bilməz. Baxın, nə deyir alimlərdən birisi? Hafid ibn Battar Əl-Məliki. Mömin bir insan əgər bir xeyir yoluna gücü çatmazsa və ya yol ona açılmazsa, başqa bir xeyir yoluna yönəlməlidir. Hansını bacarırsansa. Yəni, müstəhəb əməllər. Çünki xeyir qapıları çoxdur. Və Allahın razını qazanmaq yolları heç vaxt tükənmir. Yəni, müstəhəb əməllərdə bacardığından yapış və davamlı olmağa çalış. Baxın. Həmçinin duaların qəbul olunması, sıxılan aradan qalxması ən böyük nədir? Allaha möhtac olmağı düşünmək. Yəni, sən hər zaman Rəbbinə möhtacsan. Baxın, nə deyir İbn Qeym? Allaha möhtac olmadığını düşünmək insanın həlakına və həyatın çətinləşməsinə səbəb olar, deyir. Elə insan düşünür ki, Allaha möhtac deyil. O insanın həyatı dar olacaq, həyatı çətinləşəcək və həlak olacaq. Amma mömin nə deyir? Mən hər zaman Rəbbimə möhtacam. Bütün işlərimdə Rəbbimə nədir? Möhtacam. La ilahə illallah. Ona görə çox gözəl bir nədir? Fayda. Hər zaman acizliyini etiraf et. Ey Rəbbim, səni aciz qulunam, sənə möhtacam. Yəni, bunu tək dillə deyil, qəlbən etiraf elə. Qəlbən. Qəlbində bunu yaşa bu ibadəti ki, sən Rəbbinə möhtacsan, sən acizsən, sən fağırsan, sən miskinsən. Baxın, gözəl bir fayda. Əlimizdən gələn ibadət etdikdən sonra nə etməliyik? Deyək ki, birisi müstəhəb namaz çox qılır, birisi çoxlu dua edir, gecə namazı, hər hansısa bir yaxşı əməllər. Deyək ki, alimlərdən birisi, rahiməhullah, Sədi. Bəndə hər dəfə bir ibadəti bitirdikdə gərək Allahdan bağışlanma istəsin. Niyə görə? Yəni, hər ibadətdən sonra deyən əstəğfirullah. Niyə? Çünki o ibadətdə nöqsanlar ola bilər. Həmçinin Allaha şükr etsin.
Çünki bu ibadətdə onu müvəffəq edən Allahdır. Yəni əstəğfirullah, elhamdülillah. Yəni insan öz əməli ilə qürurlanmasın ki, mən nə qədər müstəhab oruç tuta bilirəm. Xeyr. Yəni elhamdülillah. Nəyə görə? Çünki Allah səni müvəffəq edib tutmusan. Bax misal üçün Şəvval orucu. Nə qədər insanlar var tutdu, amma nə qədər insanlar var Şəvval orucunu tuta bilmədi. 6 gün çətin idi? Xeyr, çətin deyildi. 6 gün nədir ki? Deməli, müvəffəq edən kimdir? Uca Allah Taala. Hər zaman, hər ibadətdən sonra qürurlanma. Deyək ki, əstəğfirullah, çünki səhvlərimiz var, qüsurlarımız var. Elhamdülillah, Allaha nədir? Həmd olsun. Həmçinin gözəl bir fayda, deyək, sınaqdan keçirilən bir dua. Yəni, bu dua sınaqdan keçirilib. Bunu İbn Qeyyim buyurur, bunu paylaşmışdım bugün. İbn Qeyyim El-Favaid kitabında buyurur. Nədir o? Deyir ki, kim bu duanı 7 dəfə oxuyarsa, kimin duasıdır bu? Əyyub əleyhissalamın duası. Nə demişdi? Ənni məssəniyyəz-zur və əntə ərhamur rahimin. Mənə çətinlik toxundu, sən mərhəmətlərin ən mərhəmətlisən. La ilahe illallah. Gözəl bir fayda. Deyir, kim bu duanı 7 dəfə oxuyarsa, Allah onun dərdini götürər. Dərdini aradan qaldırar Allah Taala. Hər zaman dinə. Ənni məssəniyyəz-zur və əntə ərhamur rahimin. Öz dilimizdə. Mənə çətinlik toxundu, sən mərhəmətlərin ən mərhəmətlisən. Çox gözəl bir nədir? Fayda. Sınaqdan keçirilib deyir İbn Qeyyim. Həmçinin baxın Musa əleyhissalamın duası da möhtəşəmdir hər zaman bütün xeyirlərdə. Və bir də Əyyub əleyhissalamın duası. Xüsusilə xəstəsi olan, sıxıntısı olan, deyənə ənni məsləniyədur və əntə ərhamur rahimin. Ey Rəbbim, mənə zərər toxundu. Sən mərhəmətlərin ən mərhəmətlisən. Dilindən düşürmə. Bu duaları çox-çox eləmək lazımdır. Baxın, gözəl bir fayda, dərin və dəqiq bir sözdür. Kim ki, Allaha aparan yolu tanıyıb, sonra onu tərk edər, öz nəfsinin istəklərinə, rahatlığına və şəhvətlərinə yönələrsə, o insan uçuruma doğru gedər. Yəni, bir insan ki, haqqı bilib, baxın, haqqı bilib, Allahın yolunu tanıyıb, sonra öz nəfsi arzularına görə, dünyaya görə, pis-pis əməllərə görə, öz nəfsi istəyinə görə və rahatlığına görə neyniyib? Tərk edib. O insan uçuruma doğru gedər. Qəlbi sıxıntılarla dolu olar, həyatı əzabla keçər. Onun həyatı zəiflik, qəm və kədər, baxın, ölümü isə çirkinlik və peşmanlıq dolu, ahirəti isə həsrət və peşmanlıq içində keçər. Hər şeyini itirər, qəlbi dağınıq olar, qəm qüssə onu tərk etməz. Belə birinə nə cahillərin keyfini yaşaya bilər, nə də ariflərin rahatlığını. Yalvarar, cavab verilməz, şikayət edər, dinlənməz. Sevinc və xoşbəxtliyi ondan çıxıb gedər, yerini dərd, ağrı və həsrət alar. Dostluğu, tənhalığı, izzəti zillətə, var dövlət kasıblığa, daxili rahatlığı isə dağınıqlığa çevirər. Nəyə görə? Çünki Allaha aparan yolu tanıdı, sonra onu tərk etdi. Nəyə görə? Öz nəfsinə görə, öz istəklərinə görə, öz rahatlığına görə tərk etdi. Nə gözəl bir nədir? Faydalardan birisi. Baxın, həmçinin İbn-i Cavzi rəhməllah buyurur ki, bu da qadınlara aiddir. Qadınlara görə İslam dini nə qədər dəyər verir. Yəni, o kişilər ki, qadınlarına əziyyət verirlər, qadınlarını incidirlər. Baxın, nə deyir İbn-i Cavzi? İbn-i Cavzi rəhməllah. Qadınlar azad və şərəfli kişilərin əmanətidir. Onlara yalnız şərəfli olan dəyər verər. Onları yalnız alçaq olan alçaldar. La ilahe illallah. Yəni, azad və şərəfli kişilərin əmanətidir. O kəs ki, əmanətinə sahib çıxmırsa, deməli, o kişinin əmanəti yoxdur, şərəfi yoxdur. Onlara yalnız şərəfli olan dəyər verər. Qadını alçaldan isə ancaq alçaqlar alçaldardır qadını. Nə gözəl, möhtəşəm bir, dərin, mənalı bir söz. La ilahe illallah. Ona görə bəzi insanlar görsə ki, bəzi kişilər həyat yoldaşlarına nədir? Önəm vermirlər. Baxın, gözəl bir fayda, deyək ki, ahirətə hazırlaşmaq. İbn-i Rəcəb buyurur ki, insanın dünyada üzləşəcəyi ən çətin sınaq nədir? Ölüm. Yəni, hamımız bu dünyadan köçəcək. Çətin bir sınaqdır ölüm.
Amma əgər insanın axirəti yaxşı olmazsa, ölümündən sonraki hallar daha da çətin və qorxunc olar. La ilahe. Ona görə də möminə düşən odur ki, nə qədər ki sağ və salamat ikən salih əməllər etsin, axirət üçün hazırlaşsın, ölüm üçün hazırlaşsın. Allah təala buyurur: "Ey iman gətirənlər, Allahdan qorxun və hər kəs sabah axirət üçün nə hazırladığına baxsın." La ilahe illallah. Amma o insan ki hazırlaşmayıbsa, düşünün, axirət nə olacaq? Namazsız nə fayda olacaq? Namazsız nə cavab verəcəksin Allah təala? Allah günahlarını bağışlasın, dünyasını dəyişənlər. Baxın, gözəl söz İbn Rəcəb buyurur ki, alimlərdən birisi: "Ya Rabbi, ya Rabbi", yəni ey Rəbbim, ey Rəbbim, ey Rəbbim, ey Rəbbim, ey Rəbbim, hər zaman dualardan əvvəl. Duanın qəbul olması üçün ən təsirli yollardan biri Allah'a təkrar ey Rəbbim deyərək yalvarmaqdır. Duadan əvvəl dilindən düşürmə. 5 dəfə, 10 dəfə, 3 dəfə ey Rəbbim, ey Rəbbim, ey Rəbbim, ey Rəbbim, hər bir şeylə. Çünki bu duaların qəbul olması üçün ən gözəl nədir? Faydalardan birisidir. Həmçinin buyurur İbn Qeyyim, baxın nə gözəl bir fayda. Allah qüsurlarımızı bağışlasın. Dil və şəhvətlə bağlı günahlardan çəkinmək səbrin ən çətin növlərindən biridir. Dil. Neyini? Dilinə insanların qeybətini edir, iftira atır. Çox çətindir. Bir də şəhvət. Zina sevgisi, pis şey, la ilahe. Səbrin ən çətin növlərindən biridir. Çünki bu günahlarda istək çox güclüdür və onları etmək çox asandır. Ona görə nə deməkdir? İnsan bu günahlardan xüsusilə diqqətli olmalıdır. Həmçinin baxın, gözəl bir fayda buyurur alimlərdən birisi rahimehullah, Ubeyd el-Cabir deyir: bir müsəlmanın tək dərdi insanları mütləq öz əli ilə hidayətə çatdırmaq olmamalıdır. Əsas məsələ Allahın buyruqlarını insanlara çatdırmaqdır. Çünki Allah dinini mütləq üstün edəcəkdir. Ya onun əli ilə, ya da ondan sonra gələn başqası ilə. Amma kim yalnız insanlar mütləq mənim əlimlə hidayət tapsın deyə düşünürsə, o insan yanlış yoldadır. La ilahe illallah. Gözəl bir nədir? Fayda. Əsasən bu kimlərə aiddir? Dəvətçilərə aiddir. Baxın nə gözəl bir söz. Allahın bu sözündə bilin ki, Allahdan başqa ibadətə haqq məbud yoxdur. Baxın. Və özün üçün həm də mömin kişi və qadınlar üçün bağışlanma dilə. Məhəmməd surəsi. Bunun hikməti budur. La ilahe illallah kəlməsi insanın şirkdən əsasını təmizləyir. Estağfurullah isə günahların qalan izlərini silir. Ona görə də nədir? Fə'ləm ənəhu la ilahe illallah, bil ki, Allahdan başqa ibadətə haqq məbud yoxdur. Və estağfir li zənbik, günahların üçün bağışlanma dilə. La ilahe illallah nə deməkdir? İnsanı şirkdən uzaqlaşdırar. Yəni insan heç zaman Allah'a şərik qoşmasın. Estağfurullah nə deməkdir? Günahlardan bağışlama diləmək. Tevhid ən üstün tərifdir. La ilahe illallah ən üstün tərifdir. İstiğfar, estağfurullah isə ən üstün nədir? Duadır. Ona görə də Allah Peyğəmbərinə həm tevhidlə məşğul olmağı, həm də özünü və möminlərin günahlarının üçün bağışlama diləməyi əmr etmişdir. Estağfurullah, la ilahe illallah. Estağfurullah, la ilahe illallah. Çünki əsas tevhiddir. İnsan necə ki, qəbirdən, daşdan, ağacdan kömək istəyə bilər. Və ya övliyə kömək ol, ya pir kömək ol, ya imam kömək olmaz. Ancaq Allahdan istəmir. Çünki nədir? El-Hayyul Qayyum uca Allahdır. El-Qayyum uca Allahdır. Allahdan başqa hər şey nədir? Fanidir. O məsələyə toxunacam. Bir nəfər çıxıb cəmaatın başını xərab edib ki, Elhamdülillah demədinsə, Allahı söymüsən, təhqir eləmirsən, cəmaatın başını xərab edib bir hicablı qadın çıxım, Allah onu islah eləsin. Toxunacam bu məsələyə. Yəni cəmaatı dəli eləyib ki, indiyə qədər sizin namazlarınız da düzgün deyil, zikriniz düzgün deyil. Nədir tanınmaq istəyir? Biabırçılıq, cəmaatı görüncə incidirlər, Allahdan qorxsunlar. Hər ərəb dili öyrənən çıxır cəmaatın başına oyun açır. Gündə bir dənə şey çıxır ortaya. İnsanlar bacardığı kimi deyirlər. Vəssalam, yox. Sən birdən, indi deyəndə ki, Allah'a həmd olsun. Öz dilimizdə nədir Azərbaycanda? Allah'a həmd olsun. Deməlidir ki, Allah'a həmd olsun. Bizim dilimizdə həmd deyilir.
Cəmaatını bezdirib, çıxıb bir dənəsi hicablı birisi, nədir? 2-3 dənə ərəb dili bilir, ayn, qayn hərfləri bilir. Sonra da barmaqla göstər, sən də bunlardandır. Hamınız müharibəyə. Bu nədir? Biabırçılıq. İnsan bildiyi kimi deyir. İnsan bacardığı qədər öyrənməyə çalışır. Elhamdülillah. Amma indi birdən dedi, nənələr, babalarımız h-nı h kimi dedi. Günahdır, yox. Bildiyini deyir. La ilahe illallah. Nədir? Tanınsın deyə, ərəb dili müəlliməsidir, tanınsın deyə. Bir dənə də video çəkib, sonra da reklam. La ilahe illallah. Ayıbdır. Cəmaat təşvişə düşüb ki, ay mən h-nı h dedim, görəsən namazın batırım oldu, görəsən mən Allahımı söydüm, estağfurullah. İnsan bacardığı qədər deyir. Allah bilir sən bacardığın nədir. Elhamdülillah Rabbilərin h-dır, bəli, indi nədənlər, babalar bilmirlər, nədir indi? Allah'a söyüblər. O qadın ki, çıxıb onu deyib, hicabından utansın. Nənələrimiz, babalarım, nə qədər insanlar dünəndən yazırlar mənə ki, biz küfür etmişik, Allah haqqından girmişik, yazıq insanlar. Bacardığı qədər insan onu deyir. Qəsdi nədir? Allah həmd eləmək. Öz ayıbdır belə şey, cəmaatı məşhur olmaq üçün. Cəmaata bir dənə şey ortaya atırlar, cəmaatın başını xərab edirlər. Belə şeylər fikir verməyin. Hər adamı da dinləməyin sosial şəbəkələrdə. Gündə bir nəfər çıxır. Nəsə, davam edək söhbətimizə inşallah. Yetər. Sadəcə məşhur olmaq istəyir. İndi ərəb dili öyrənib, deyik ərəb dili müəlliməsiyəm, bir Amerika çıxarmalıdır da hərəsi bir. Həndi xox, hə. Nəsə tanınmaq lazımdır. Biri çıxıb nəsə bir tanınmaq üçün nəsə bir şey deməlidir də. Mən ərəb dili bilirəm. Hə demədiniz, hı dediniz, batdınız, həlak oldu. Yazıq qoca nənələr, deyə bilməyənlər, narahat olurlar. Belə din öyrətmək olar insana. Bəli, bloklayın elə çıxanlar, dinləmir. Ümumiyyətlə, sosial şəbəkə hər insandan dil öyrənmir. Gündə birisi çıxır ortaya, məşhur olmaq üçün, nə bilim, like yığmaq üçün bir dənə şey çıxardı, cəmaatın başını xərab edir, yazıq insanlar. Dünəndən mənə nə qədər insanlar yazıblar. H demədisə, h dedinsə sən Allahı söydün, nə bilim nə. Bu nə deməkdir? İnsan bacardığı kimi deyir. La ilahe illallah. Ayıbdır. Ərəb dili bilsə nə gözəl. Durub cəmaatı. Estağfurullah. Az qalın. Peyğəmbərimiz s.ə.v buyurur. İndi bir neçə faydaya toxunaq. Birazdan sonra inşallah vidalaşacaq, namaza azlaşacaq inşallah. Peyğəmbərimiz s.a.v buyurur. İnsanlarda səhv var, sizdə səhv var ki, hər TikTok'dan keçəni dinləyirsiniz. TikTok ağzına gələni danışırlar. Hər TikTok'dan keçəni dinləyirsiniz. Sizdə səhv var. Hər insanla elm öyrənməz. Peyğəmbərimiz buyurur, Lə təsub əshabi. Sahabilərimi söyməyin. Sahabilərimi söyməyin. Yəni, sahabilər haqqında pis danışmaq olmaz. Sahabilər haqqında pis danışmaq olmaz. Niyə? Sahabilər də insandır, səhv ola bilər. Amma onların haqqında pis danışmaq olmaz. Canım əlində olan Allaha and olsun ki, sizdən biri Uhud dağı qədər qızıl sədəqə versə belə, onlardan birinin bir ovuc sədəqəsinə və ya yarısına belə çata bilməzsiniz. Nəyə görə? Çünki ən çətin günlərdə Peyğəmbərimizin yanında oldular. La ilahe. Baxın, ümrəyə həccə gedirsiniz. Biraz isti qaşığı kondiserinin altına, sərin, ay 50 dərəcəsinəcə dözürlər. Bəs Peyğəmbərimizin yanında o sahabələr ən çətin günlərdə Rəsulullahın yanında oldular, sədəqələrini verdilər, yardım etdilər. Sonra kimsə gəlsin, sahabə filan şey belə elədi, sahabəni söysün. Estağfurullah. Nə deyir Peyğəmbərimiz? Allah sahabələrimi söyənə lənət etsin deyir. Lə'anəllah mən səbbə əshabi. Buyurur Peyğəmbərimiz, sahabələrim zikr etdə susun. Yəni, sahabələr haqqında nəlaq danışmayın. Onlar da insandır, səhv ola bilər. Ulduzlar haqqında danışda susun. Yəni, ulduza görə bu ulduz filan ulduzdur, bu ulduz filan ulduzdur, nə bilim filan bürcdür, olmaz. Qəza və qədər zikr etdə susun. Allah niyə belə yaratdı, niyə belə olmadı? Allahın qəza və qədəri var, təyin eləyən Allah. Biz bilmirik, hansı xeyirlidir, hansı yaxşıdır. Baxın, həmçinin nə deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Ən böyük günah,
En büyük ribadan biri nedir? En büyük faiz nedir? Müslümanın namusuna dil uzatmaq. En büyük faiz adlandırır. Yani faiz kadar, sələmçilik kadar en büyük günahlardan birisi adlandırır. Sen indi orada elhamdülillah yazdın. Onu hı ilə dedin yoksa h ilə dedin. Dinə qərar verək. Zarafat edirəm. Baxın nə deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Müslümanı söymək fasiklikdir, fisk. Onunla döyüşmək küfür, yani böyük günahdır. Peyğəmbərimiz buyurur, mümini söyən özünü həlakə sürükleyen kimidir. Kim deyir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Həmçinin baxın gözəl bir fayda. Deyir ki alimlərdən birisi İbn-i Teymin, valideynlərə bir nəsiyyətim var. Valideynlərə bir nəsiyyətim var. Baxın, valideyn onlarla dinləyin. Bəzi valideynlər öz övladlarının onlara yaxşı davranmasına yardım etmirlər. Onlardan bəzi kobud danışır, sərt davranır. Nəticədə övladlar da onlardan soyuyur, sevmirlər və onların haqqını yerinə yetirməkdə çətinlik çəkirlər. Valideynlər övladlarına qarşı yumşaq və mehriban olmalıdırlar. Bu həm ailə üçün xeyirlidir, həm də qarşılıqlı sevgi və Allaha itaətdə böyük dəstəkdir. Bəzi valideynlər nədir? Sərt danışır evladlarını, təhqir elə evladlarını. Doğru deyil. Yəni evladlarınıza qarşı deyir ki, sərt olmayın. Evladlarınıza qarşı yumşaq olun. Subhanallah. Bir məsələyə də toxunaq. Namaza da 20 dəqiqə qalır, hə? Namaza da. Neçə dəqiqədir? Davam edirik. 30. Bir məsələyə toxunaq. Peyğəmbərimizə salavat barəsində. Bugün artıq cümə gecəsinə yaxınlaşırıq. Salavat haqqında toxunaq. Ondan sonra sualları cavablandıraq. Namaza gedək. Bir də namazdan sonra da inşallah təxminən saat 5-də də canlı yayınımız olacaq. Axşam namazına qədər, məğribə qədər, iftara qədər. Asifin gözləri pərtlədi. Sən neyinsən? Yorulan sənsən. Kameranı quraşdırıb gedirsən. Nə deyir İbn-i Qeym rahimehullah? Peyğəmbərə salavat göndərməyin dünyada 3 böyük faydası var. Yəni dilindən düşürmə. Allahumma salli və sallim ala Muhammed və ya sallallahu aleyhi və səlləm. Allahumma salli və sallim ala Muhammed və ala ali Muhammed. Deyəcəm sualları sonra. 3 böyük faydası var. Baxın, 3 böyük faydası var. Allah sən narahat edən dərdlərini aradan qaldırar. Narahat edən nə dərdin varsa Allah onu aradan qaldır. İkinci, səni yoxsulluqdan qoruyar. Salavatda yoxsulluqdan qorunmaq var və istədiyin ehtiyaclarını yerinə yetirməyə səbəb olar. Ona görə nədir? Dilindən düşürmə. Baxın, Peyğəmbərə salavat göndərmək könüllərin dərmanıdır. Nə gözəl bir söz. Bu sadəcə bir dua deyil. Allahın sevdiyi bir zikir, mələklərin məşğul olduğu ibadət və möminlərin qəlbini aydınlatan nurdur. Dilindən nədir? Düşürmə. Salavatın təsiri nədir? Sən hər dəfə Allahumma salli və sallim ala Muhammed dedikdə Allah sənə 10 qat xeyir dua edər. Salavat duanın qəbul olunmasına açar kimidir. Duaların qəbul olmanı istərsən, salavatı artır. Qəlbdəki həsrəti, qüssəni, sıxıntını yüngülləşdirər. Qiyamət günü Peyğəmbərə yaxın olmaq istəyənlər üçün ən gözəl vasitədir. Salavat yoxsulluğu dəf edər, ruziyə bərəkət gətirər. Salavat qəflətə qarşı oyanış, ruhun rahatlığıdır. Peyğəmbərimiz buyurur sallallahu aleyhi və səlləm, mən sallə aleyhi vahidə, kim mənə bir dəfə salavat gətirərsə, Allah ona 10 salavat edər. Yəni 10 dəfə onu dərgahında xatırlayar. Qiyamət gün mənə ən yaxın olanınız, mənə ən çox salavat gətirənlərdir, deyir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Baxın, salavat elə bir zikirdir ki, sənin üçün Allah mələklər dua edər. Elə buna görə onu dilindən düşürmə. Çünki salavat gətirmək Allahı sevməyin və Peyğəmbərə bağlılığın əlamətidir. La ilahe illallah. Salavat qəlbin göz yaşı, ruhun nəfəsidir. Peyğəmbərimizi sallallahu aleyhi və səlləmi unutmayan bir qəlbin Allah qatında unudulmayacaq zikirdir. Hər dəfə Allahumma salli və səllim alə Muhammed dedikdə sənin adın Allah dərgahında çəkilir. Mələklər sənin üçün dua edirlər. Sənin qəlbinə rahatlıq, hüzur, nur enir. La ilahe illallah. Salavat yalnız bir cümlə deyil.
Salavat yoxsul könüllərin zənginliyidir. Ağlayan qəlblərin təsəllisi və sevdiyinə salam göndərməkdir. La ilahe illallah. Salavatdakı faydalara baxın. İnsan bunu necə dilindən düşürsün? Xüsusilə cümə gecəsi. Qəlblərdə dərd varsa, salavat gətir. Yəni qəlbində dərd varsa, salavat gətir. Əllərin boşsa, salavat gətir. Ruhun yorulubsa, salavat gətir. Çünki hər salavat bir duadır və hər dua Rəbbə bir qapıdır. Unutma, qiyamət günü hamı tərk ediləcək. Amma Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyəcək, ümmətim, ümmətim hardadır? Onun adını çəkdiyin qədər o da səni axtaracaq, yəni onun salavatına, onun şəfaətə nail olacaqsan. Salavat bir qəlbin Peyğəmbərinə dediyi səni unutmadım sözüdür. Nə gözəl bir söz. Hər dəfə salavat dedikdə sanki ruhun fısıldayır. Ey Allah Rəsulu, mən səni görmədim, amma səni çox sevdim. La ilahe illallah. Salavat hicranla dolu bir könlün səssiz göz yaşlarıdır. Bir ümmətin öz Peyğəmbərinə yolladığı könül məktubudur. Hər dəfə dedikcə elə bir deyirsən, səni Məkkədə tənha buraxanlar oldu, amma mən əsrlər ötüb adını eşidincə göz yaş tökürəm. Salavat nədir? Dilimdən düşürmürəm. Salavat qiyamət günü əllər açıq qaldıqda səni tutacaq bir ümiddir. İnsan çaşbaş qalacaq qiyamət günü. Allahumma salli ala Muhammed. Bu sadə sözlər bəlkə də sənin xilasın olacaq. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm səni tanımır, amma sən onu salavatla yad etdikcə ona adını çatdıran mələklər var. O zaman Rasulullah da səni tanıyır. Qiyamət günü hər kəs nəfsim, nəfsim deyərkən o sallallahu aleyhi və səlləm deyəcək, ümmətim hardadır, ümmətim? Və sən bəlkə deyəcəksən, ey Allah Rasulü, mən hər zaman adını salavatla andım, səni görmədim, amma səni sevdim. Salavat, Rasulullaha olan sevginin dilə gəlmiş halıdır. Salavat, onu görmədən sevməyin, onu tanımadan həsrət çəkməyin adıdır. Hər dəfə Allahumma salli və səllim ala Muhammed dedikdə, sanki könlündən səslənirsən, ey Allah Rasulü, səni çox sevirəm, səni unutmadım. Baxın, nə deməkdir salavat. Onun səssiz həsrətini salavatla dinləndirirsən. Çünki onu görmədin, lakin səni o qədər düşündü ki, sanki sən onun yanındaydın. Sevginin isbatı budur. Gecənin bir vaxtı, gündüzün bir vaxtı, sükutun içində deyirsən Allahumma salli və sallim ala Muhammed. Bəlkə də göz yaşları tökürsən. Çünki bu gözlə görülməyən, amma ruhla hiss olunan bir sevgidir. Resulullah səni tanımır, amma sən onu sevirsən. Sənin salavatların onu sevdiyini şahididir. Qiyamət günü Allah huzurunda deyəcəksən, ey Rəbbim, mən onu görə bilmədim, amma adı keçəndə qəlbim titrəyirdi və mən hər zaman salavatla onu andım. Salavat bu demək. Allah təala bizləri çox-çox nədir? Salavat gətirməkdə müvəffəq eyləsin. Həqiqətən də salavat böyük bir nədir? Nemətdir. Bəzən də insanlar nədir? Bu neməti bilmirlər, bu nemətin dəyərini bilmirlər. Həqiqətən də salavatı dilimizdən gələn neyniyək? Düşürməyək. Bir fayda ilə toxunum, sonra suallara keçək. Bunu bir dinləyicimiz, bizim yaxın dostumuz hazırlayıb, gözəl bir şeydir. Tövratda Peyğəmbərimizin adı keçir. Bəli. Tövratda, İncildə Peyğəmbərimizin adı keçir. Bəzən insanlar bunu bilməzlər. Nəyə görə? Çünki sonuncu Peyğəmbər kimdir? Muhammed sallallahu aleyhi və səlləm. Baxın, Xristiyan mütəxəssislərinə görə əhd-i ətiq ivrit dilində qorunub saxlanılmışdır. Əhd-i ətiqdə Süleymanın nəğməsi babının 5-ci bölümünün 16-cı ayəsində ivrit dilində yazılmışdır. Ayədəki Məhəmmədim sözündə Muhammed isim hissəci ivrit dilində qiymətləndirmə mənasında işlədilən cəm hissəcidir. Məhəmməd sözünün bu ayədə ifadəsi çox bariz şəkildədir. Orijinal dildən tərcümə edildikdə eyni nəticəni görə bilərsiniz. Lakin bu sözü İngilis dilinə altuqeyzə lauli, yəni tamamilə deyə semli tərcümə ediblər. Bu isə yanlışdır. Çünki Məhəmməd sözün mənası ucaldılan deməkdir. İnsanların adını tərcümə etməyə ehtiyac yoxdur. Allah həmd olsun. Yəni düzgün tərcümə etməyiblər İngilis dilində. Əslində orada söhbət nədən gedir?
Muhammed sallallahu aleyhi ve sellem. Həmçinin baxın, daha bir Quran möcüzəsi. Quranda Həcc surəsi 47-ci ayədə düşünən qəlblər ifadəsi keçdiyi üçün ateistlər dedilər, məyər Allah bilmir ki, insan beynilə düşünür? Bu ateistlər hər zaman elə bilirlər ki, beyinləri işləyir, amma işləmir. Quranda Həcc surəsi 47-ci ayədə düşünən qəlblər ifadəsi var. Düşünən qəlblər, altı qəlblə düşünməyi deyir ki, qəlblər düşünür deyir, qəlb. Ateistlər nə? Allah məyən bilmir, insan beynilə düşünür. Baxın, Kaliforniya Universitetinin Tədqiqat Mərkəzinin doktoru Andrew Armour geniş araşdırmadan funksional ürək beyni anlayışını təqdim etdi. Onun işi göstərdi ki, ürəyin özlüyündə kiçik beyin kimi qiymətləndirilməsi üçün kifayət qədər inkişaf etmiş mürəkkəb daxili sinir sistemi var. Ürəyin beyni bir neçə növ neyrotransmitter, zülal və beyində olanlara bənzər dəstək hüceyrələrindən ibarət mürəkkəb şəbəkədədir. Yəni beyin, qəlb düşünür. Onun mükəmməl sxemi ona kəllə beyindən asılı olmayaraq hərəkət etməyə imkan verir. Öyrənmək, yadda saxlama, hətta hiss etmək kimi funksiyaları yerinə yetirir. Beləliklə, ürəyin beyindən və ya sinir sistemindən asılı olmayaraq məlumatı işlədən və emal edən özünə məxsus daxili sinir sisteminə malik olduğu aşağı edilmişdir. Ey ateistlər, nə deyəcəksiniz? Allahın kəlamına inanmadınız. John sübut elədi. İnkar elindi John'a. Ya George'u. La ilahe. Allah deyəndə, məyər insan beyinlə düşünmür, məyər mütləq bir George bunu sübut eləməlidir? Sapıqlar. La ilahe illallah. Baxın, gözəl bir maraq. Ateistlər deyir ki, dünyada şirin suyu olan dəniz yoxdur. Quran yanlışdır. Altı nə buyurur? O dəniz ki deyir, bir hissəsi şirindir, bir hissəsi şor sudur. Ateistlik ola bilməz. Dənizlər hamısı duzludur. Ateist öz beyni ilə fikirləşir. Baxın. Ateistlər deyir ki, dünyada şirin suyu olan dəniz yoxdur. Quran yanlışdır. Quran deyir axı şirin. Baltik və Botnik dənizləri nümunədir. Baltic Sea 2020 saytında verilən məqalədə dəniz suyunun həm duzlu, həm də şirin olduğu bildirilmişdir. Botnik dənizinin suyu əslində əksər hallarda şirin olur. Buna səbəb İsveç və Finlandiyadan gələn dağ çaylarının bol olması, ikinci isə həmin dənizin əksər vaxtı buz bağlamasıdır. Dərinliyi də azdır, 60 metrdir və bu dəniz Baltik dənizinə qarışmır. Allah Teala buyurur Furqan surəsi 53-cü ayə. Birinin suyu çox şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduran, aralarında bir-birinə qarışmamaq üçün bərzəx, maniyə və keçilməz sədd qoyan odur. La ilahe illallah. Qarışmır bir-birinə. Nə deyirsiniz? Ateistlər. Yaxşı, dənizdir deyir, bir-birinə qarışmır. Bir tərəfi şirin, bir tərəfi şor, duzlu. Yəni, yenə də bir George araşdırsın. Yəni, Allahın kəlamı inanmır axı bu. Bu maniyə haqqında Amerikanın Massachusetts nəsə, ştatına aid elmi saytda deyilir. Müəyyən bir interfeys boyunca bir-biriyle təmasda olan və bir-birinə qarışmayan şirin su və duzlu su obyektləri arasındakı hidrostatik tarazlıq ilk dəfə Gibbon və Herzberg tərəfindən tətbiq edilmişdir. ABŞ-ın elmi məqalələr və araşdırmalardan ibarət olan Versus Zone saytında nəyə görə Atlantik və Sakit Okeanın suları qarışmır başlığı altında yer alan məqalədə deyilir. Allah bu George deyir, John deyir. Ateistlər, Allahın sözünə inanmırsınız. Məşhur kəşfiyyatçı Jacques Cousteau bunu Aralıq dənizi və Atlantik Okean sularının birinə qarışmamasını Cəbəltarix boğazında dərin dalışı zamanı aşkarlamışdır. Fərqli şorluğa malik su təbəqələri sanki şəffaf bir təbəqə ilə bölünmüşdü və hər təbəqənin öz bitki və heyvanları var idi. La ilahe illallah. Halokinlər bir okeanın və ya dəniz suyunun digərindən ən azı 5 dəfə duzlu olduğu zaman ortaya çıxır. Sakit Okean və Atlantik Okean arasında sərhəd sanki iki dünya arasındakı xətt kimidir. Sanki iki okean suları
onların bir-birinə axmağına və qarışmasına imkan verməyən görünməz bir divarda görüşürlər. La ilahe illallah. Allah buyurur Quran-ı Kərimdə. Ateistlər inanmır. John tapdı. Həmçinin bir-birinə qarışmayan alt üst sularda mövcuddur. NASA okeanlara bağlı elmi saytında deyilir. NASA deyir, ateist. NASA deyir. Siz Allah'a inanmırsınız. Lan ilahi NASA deyəcəm. Okeanların əsasən səthə yaxın olan hissəsi isti və duzludur. Okeanların dərinlikləri isə soyuq və daha az duzludur. Bu iki hissə müəyyən xüsusi sahələr istisna olmaqla qarışmır. La ilahe illallah. Allah harda buyurur? Furqan surəsində. Ateist nə deyir? Yarım beyin. Deyir ki, mümkün deyil dənizlərdə şirin su olsun. Hə, Jon'a da inanmırlar. Ateistlər Jon'a da inanmırlar yəqin ki. İnanmayın. Öləndə görəcəksiniz. Allah sonumuzu gözəl eləsin. Allah bizləri qorusun. Allah təala bizləri hər zaman imandan ayırmasın. Allah təala bizlərə hər zaman dualarımızı qəbul eləsin, sıxıntılarımızı aradan qaldırsın. Allah təala dualarımızı qəbul eləsin. O telefon nə deməkdir? Orada yazır telefon. Yəni deyir telefondan oxu deyə. O dinləyicimiz göndər. Instagram yazır ki telefon bir yazır ki George buna tapsaydı. O qardaşdır. Mənə deyir ki oxu da telefondan. Özü göndərir materiallar. Allah sonumuzu gözəl eləsin. Salavat-ı şərifə deyə dua yoxdur. Salavat-ı şərifə, salatun nəriyyə, belə şeylər yoxdur. Salavat bizim dərsdə dediyimizdir. Salavatun nəriyyə, ateşli salavat deyə bir şey uydurur. Salavat-ı şərifə, belə şeylər yoxdur. Bəzilərində şirk sözləri var. Salavat yəni Allahümmə salli və səllim alə Muhammed. Allahümmə salli və səllim alə Muhammed və alə ali Muhammed. Sallallahu aleyhi və səlləm. Hamısı sayılır. Bəli, arxa-arxa tutursa sabah cümə tuta bilərsiniz. Bəli, əlbəttə ki. Ümumiyyətlə, cümə günü 6-cı gün tək tutmaq qadağan olur. Amma əvvəlki gün tutursan 4, 5, 6 tuta bilərsən və ya 5 tutdun, 6 tutursan tuta bilərsən. Və ya 6 tutdun, deyirsən bazar tutacam, tuta bilərsən. Yəni, tək olmaz, amma əvvəl, sonra, ardıcı tuta bilərsiniz. Sualları bəli, verə bilərsiniz. Sualları indi verə bilərsiniz. Hipoteka ilə yəni orada faiz olmasın da, hər bir şeydə faiz olmasın. Faiz problemdir. La ilahə illallah, la ilahə illahin.